Növbəti sualım gəlir. Monopoliya niyə iqtisadi səmərəsizlik yaradır? Sualı təkrar edirəm. Monopoliya niyə iqtisadi səmərəsizlik yaradır? Vaxt gedir. O sıradan bir adam. Sual təkrar eləyə bilərəm. Monopoliya niyə iqtisadiyyatda səmərəsizlik yaradır? Vaxt tamamdır. Eşidirəm. Birinci iqtisadiyyat qrupuna. Hə. Kim cavab verəcək? Monopoliya ancaq böyük sahibkarların, yəni ki, böyük şirkət qurumlarına sərf edir. Yəni kiçik və orta sahibkar yox olması gətirib çıxardır. Bu da ki, biz ərəb ölkələrində görə bilərik, kiçik və orta sahibkar olmadığına görə orta təbəqədə olur. Bu qədər. Təşəkkür edirəm. Sizdən cavab alım. Amin cavab verəcək. Monopoliyada bir satıcı olur deyəndə, istədiyi qiyməti qoya bilir. Yəni, nə qədər qaldırsa da, yəni istədiyi qiyməti qoya bilir də. Bu da iqtisadi səmərəsizlik yarar. Məsələn, dərsdə azaldan insan çəkilmişdir. Məsələn, biletlərin qiymətini istədiyi kimi qoyur. Bu, yəni dövlət nəzarəti yoxdur da. İstədiyi qiyməti qoyur, istədiyi qiyməti qoyur deyəndə iqtisadi səmərsizlik yarar. Azala dövlət nəzarəti var. Qiymətləndirirəm. Sıfır tamamda 5'e alqış verirlər. Görürsən.